Salam əziz və hörmətli dostlar. Biraz uzuna sürdü ara. Salam əziz və hörmətli dostlar. Yenə də xoş gördük. Biraz bundan öncə iki məsələyə görə danışdım. Bir-birinə əlaqəsi var idi. Cami mədəni nədir? Və dedim ki, cami mədəni İranda bir böyük yalandır. Bu yalanı Xatəmi dövründə düzəltdilər, için boşaltdılar, tərif elədilər və verdilər bizə. Yəni, bir hərəkəti farsça desək. Hərəkətsizlik və əl-əyağı bağlamaq. Cami mədəni bir dana yalandır ki, onunla, o bir dana ip deyək, cami mədəni bir dana zəncirdir ki, onunla əl-əyağımızı bağlırlar, tabi biz hərəkət elə bilməyək. Bu. Amma qeydaq kitabımıza və bu günləri bir səfə o kitabdan oxuyaq. Eyni halda ki, bu Instagramda dəyişdiribdir formatın, icazə vermir bir saatdan izafi davam verək və bir saatdan da tez kəsir bağlır. Əgər diqqətinizdə olsa, mən səfəni biraz yekəldim ki, gözüm görsün. Kitabımızın adı Türkçülüyün əsaslarıdır. Yazan Ziya Gökalp 100 il bundan öncə təqribən yazıbdır. 92-ci səfədən biraz üstlükdə, yəni 91-ci səfənin son 4 xəttini oxuyacaq. 4 sətrini oxuyacaq. Əski türklərdə əgəmənlik ailə idi. O geçən dəfə danışır ki, vətən nədir? Vətən ərəbcə sözdür. Türkcəsi bir də məmləkət. Məmləkət və ərəb və vətən. Vətən sözü ilə məmləkət sözü ərəbcədir. Türkcədə ona biz el ya yurt deyirik. Üz istəyirəm. Ölkə ya yurt deyirik. O adamlar ki, bu ölkənin ya yurdun üstündə yaşırlar, onlara millət deyirik. İranlılar, farslar, millət sözün ərəbcə olduğu üçün deyirlər və türklərdə də yoxdur. Farsda bəlkə yoxdur millət sözü. Bizdə millət sözü el deməkdir. O zaman ki, eldən danışırıq, türk eli, Azərbaycan eli, ya filan el, yəni bir millətdən danışırıq. Tarixə də baxanda görmüşük ki, ellər, məsələn, qacarlar ki, türklər, hökumət qururlar və heç vaxt demirlər ki, bu İran. İran adında bir məmləkət, cəli bir məmləkətdir. Geçən 90 ildə, 90 neçə ildə düzəlibdir. 90 ildən də az düzəlibdir. Əgər işləmişəm 1313-də Rıza Şah bu İran adında bir məmləkəti düzəldibdir. Tarixdə Persian, Fars adında da bir şey yoxdur genə də. Bu o sözdür ki, İran sözü və Persian sözün bunları Avropalılar keçən 150 ildə ixtira eləyiblər. Deyirlər ki, bunları nə bilim filan kəs 5000 il bundan qabaq yazıbdı bu kitabları. Kitabları 5000 il bundan qabaq hangi əlifba ilə nəyin üstündə yazıbdı və nə cür indiyəcən qalıbdı. Hardadır? Bunu niyə görsətmirlər? O kitabın əslini niyə görsətmirlər? Və misal vurdu ki, ölkə, ya vətən, ya məmləkət, ya yurt türklərə namusdan mühümdür. Misal vurdu bir dana Hunların padişahı olan, əgər icazə buyurun adın şey olsa bunu, Metəxanı misal vurdu. Metəxan Tatarların şahı istir savaş salsın, gəlir deyir ki, sən atıvı ver mənə. Tamam xanları yığır Metəxan. Deyir ki, Tatar şahı məndən atımı istir. Deyirlər ki, biz savaşa hazırıq.
Deyir, yox, mən millətdən, atdan ötürü millətimi düşmən ayaq altına salanmaram. Atı verir, birazdan sonra yenə də Tatar şahı deyir ki, sənin arvadın ki gözəldir, onu istəyirəm. Yenə də xanları çağırır, Mətəxan öz xanlarını çağırır və ondan məsləhət edir. Hamısı deyir ki, daha bu sənin namusun, bizim namusumuzdur. At deyil ki versən, bu arvadındır. Onu versən biz savaşa hazırıq, ölməyə hazırıq. Mətəxan deyir ki, mən öz eşqim üçün millətimi və yurdumu düşmən ayağı altına salmaram. Amma o zaman ki Tatar, bu məsəldir ha, bəlkə doğru deyil. O zaman ki Tatar padişahı, çünki Tataristan hara, hon hara. Amma deyək ki doğru, yəni məsələ istəyiblər bizə deyərlər. Deyib ki bu sənin torpaqlarında bir torpaq var ki orada heç zat bitmir, suyu yoxdur, otu yoxdur, yaşayan yoxdur, ora gedən yoxdur, gələn yoxdur, dağı yoxdur, dərəsi yoxdur. Bir daha düzlükdür. Məsələn fikrini kəvir lut ya kəvir nəmək İrandakı deyirlər. Deyir ki buranı istəyirəm. Tamam xanların yenə Mətəxan çağırır, deyir ki gəlirlər. Deyir ki Tataristanın şahı, padişahı bizdən filan yeri istəyir. Deyirlər orada ki heç zat bitmir, adam da yaşamır, dağı da yoxdur, suyu da yoxdur, dərəsi də yoxdur. Verək getsin. Mətəxan deyir ki bu o söz deyil, arvadım deyil, namus deyil verəm. Bu vətəndir, geçmiş babalarımızın burada haqqı var. Gələcək milyon ildən sonra ki bizim uşaqlarımız yaşayacaqlar, onlar bu torpaqda haqqıları var. Biz eləyə bilmərik torpağı başlayaq. Hər şeyi bağışlaya bilirik, hər şeyi verə bilirik. Canımızı belə verə bilirik, arvadımızı verə bilirik, namusumuzu. Amma vətən vermək olmaz. Və təh canına düşür, atı çapır, deyir ki, mənim dalımcan gəlməyəni edam elərəm. Yəni bu səfər onlara demir ki, gəlin savaşaq. Deyir ki, gəlməsəz öldürürəm. Vətən belə bir yerdir. İndi bu günləri deyir ki, əski türklərə görə vətən törədən, yəni milli kültürdən ibarətdir. Pəs vətən özü, yəni milli kültür. Kaşgarlı Mahmud kitabında zikr olunan ölkədən getirilir, törədən getirilməz ata sözü milli kültürə verilən dəyərin dərəcəsini göstərir. Mahmudlu Kaşgar lüğətnaməsi var, sözcüyü var, türkçə sözcükdür. Orada yazır ki, ölkə sözünə gələndə, ölkə sözünün altında yazır ki, yəni vətən. Ölkədən getirilər hətta, deyir, siyasi adam deyil də, bir ədəbi adamdır. Deyir ki, törədən getirilməz. Mən dünənləri işarə elədim ki, törə məcmui qanun, müqərrərət, əxlaq, xatirələr, dil, hər şeydir ki, o toprağa bağlıdır. Siz topraqdan onu ayırsaz mənası olmaz. Bizim xatirələrimiz, atalarımız, analarımız orada quyulanıblar. Xatirələrimiz orada ağaçlanıblar, yarpaqlanıblar, boylanıblar. Biz onu eləyə bilmərik, verək. Vətən ibarətdir dildən, bunu da deyim. Dil ibarətdir vətəndən. Yəni yurt ya ölkə ki deyirik, dil ilə bağlıdır. Mən qabaqca bir danışıqda demişəm, dil qudrətdir. Dil sərvətdir, dil varlıqdır, dil insaniyyətdir. Təhcə şey ki bizi heyvanlarla fərqləndirir, dilimizdir və dili yazmağı xüsusən. Yazıb oxumağı. Əski türklərdə əgəmənlik ailə idi. Əgəmənlik yəni məsuliyyət, hakimiyyət ruhu deyək beləsi. Hakimiyyət ailə iləndir. Düz istəyirəm. Əgəmənlik elə aid idi. Gördüm ki bir şey düz gəlmir. Əski türklərin zehnində, düşüncələrində, dillərində yəni sözlər hiç işlədirlər. Əgəmənlik, hakimiyyət, emali qudrət. Qanunu icra eləmək, törəni icra eləmək kimə hakidir? Elə. El dedik nə mənə? Yəni millət. Millətə aid idi.
indi falan Pəhləvi dövrəsindən bir dünyanın bir çox yerində elin və millətin əhəmiyyəti yoxdur. Qudrət hardan gəlir? Allahdan ya da şahdan. Məsələn, İngilistanda şahdandır. Kiçik ellər var. Məsələn, Qaraqoyunlu, Ağqoyunlu, Şahsevən. Bunlar. Kiçik ellərdə bütün el bir millət məclisi qurardı. Bütün eli bir dana millət məclisi olardı, el məclisi. O qurardı. Buna deyərdilər qurultay. Əlbəttə üzrəm, qurultay böyük hamısı olacaqdı. Kiçik olanda bir məclis qurulardı. Xalqın qədərini bu məclis yönətərdi. Ya yönetirdi. Xalqın qədərini, yəni savaşaq, savaşmayaq, ölaq, öldürək, barışaq, barışmayaq, köçaq, köçməyək. Bunların tamam qədər, yəni başa gələcək. Mən buna alın yazısı deyirəm, amma bundan da yaxçısı mən gördüm şeydə, bir yerdə oxudum, gözəl idi. Yaşayətdə nənəmdən eşitdim, ona gözəl bir kəlmə eşitdim. Tale deyirlər bəzən, o ərəbcədir. Qədər özü də ərəbcədir əlbəttə. Qədər yəni o şey ki, bilmirik nə, amma gələcək da. Yəni gələcəkdən heç kəsin xəbəri yoxdur. O şey ki, gələcək və biz onu yaşayacağıq, ona qədər deyirlər. Pəs bu qədəri o məclis yönətərdi. Yönətmək dedik müdiriyyət. Türkçədir. Müdiriyyət ərəbcədir, türkçə yönətmək. Yönətərdi. Böyük ellərdə boy bəylərindən təşkil tapan şölən adlı məclis elə aid idi. Elə aid məsələləri işlərə qərar verərdi. İndi bir el böyükdür. Pəs nədir oldu? Dedi ki, kiçik ellərdə bütün elin hamısı, yəni arvatlı, kişili, bəlkə də kişilər, bilmirəm, bir zamanlar arvatlar da var idi türk. Amma bir zamanlarda olubdu ki, xanımlar məclisə çox girməyiblər. Fəqət xanın arvatlı girərdi, xanımsı girərdi, ya qızı girərdi. Amma burada deyir ki, tamam el. Fikrin ki, oba istir köçsün, hamısı yığışarlar, orada danışarlar, obalarda indi. Eyni o cürsü. Kiçik eldə bəs elin hamısı, yəni erkəkli, dişili, xanımlı, ağalı olardılar və özlərinin, qədərlərini orada təsmin tutardılar, o məclis yönətərdi. Məclisdən bir qərar çıxardı, o qərar nə olsaydı. Böyük ellərdə boy bəylərindən, boy yəni, məsələn bir böyük el var, onun neçə dana qolu var. Hər qolda bir bəy olardı, ya bir xan olardı. Onlar gələrdi, böyük ellərdə boy bəylərindən təşkil tapan şölən adlı, şölən bir məclisin adıdır. Adlı məclis elə aid işlərə qərar verərdi. Şölən adda bir məclis var idi. O məclis elin işlərinə görə qərar verərdi ki, məsələn, sülh eləyək, savaşaq, filan kəs filan yerə getsin, filan kəs filan işi görsün, filan kəs filan məsələn, bu işləri görsün. Filan kəslə alver eləyək, alver eləməyək. Hər nə işçi o var idi. Qanunlar. Məsələn, biri savaşdı, onları nə cür həll eləsinlər. Davar üstündə, mal üstündə. Bunları orada bəhs edərdilər. Böyük ellərdə bu bəylərdən onu oxuduq. Xaqanlar da, xaqanlıqlarda isə, yəni xaqanlıqlarda da, xaqanlıq nə deməkdir? Neçə xanın başında bir xan olar, ona xaqan deyərlər. Xanlar xanı. Ya xaqan. Neçə xanlıqda da, xaqanlıqlarda isə millət məclisi nitəliyinə sahib qurultay var idi. Burada da millət məclisin gücündə, nitəliyində, yəni o necə millətin hamısının, dedik birinci yerdə hamısı şöləndən qabaqda hamısı gəlirdi məclisə. Deyir, burada da xaqanlıqlarda da millət məclisi qudrətində, nitəliyində, yəni o güclükdə, o aşkarlıqda sahib bir qurultay var idi. Ya o gücə sahib bir qurultay var. Qurultay dedik, qurulmaq. Qurulmaq
normalda ayaqları qurmaq, oturmaq. Beləsi deyək. Qurultayda, yəni o yer ki, orada qurulurduq. Qurulmaq eyni halda bir yerdə toplanıb oturmaq da deməkdir. Məsələn, çadırımızı falan yerə qoruruq, qoyuruq, qururuq. Bu qurmaq, yəni bir yer idi ki, oranı qoyuruq, burada oturaq. Qurultay da yəni bir yerdir ki, otururuq. Deyirəm ki, son qurultay da, ən böyük qurultay da Nadirin şahlıq törənində oldu ki, bir dənə molla dasa orada bir çıxdı, istədi ərzə əndam eləsin. Nadir onu özü boğdu. Hətta Qacar dövründə də mollaların bir gücü olmayıbdı. Amma nəhad-i mədəniyə əhəmiyyət verib Qacar və düzəldibdi. Qacar dövründə hizblər düzəldib, cəmiyyətlər düzəlibdi. Hətta bu Framason təşkilatları Qacar dövründə düzəlibdi. Bu məclislərdə məsələlərin konuşulmasına, müşavirləyinə kinkaş deyilərdi. İndi məsələn deyir ki, filan eldən gəliblər bizim bir qızımızı qaçırdıblar. Neyniyək? Bir cələsə qoyulurdu, el hamısı toplanır, o kiçik ellərdə. Böyük ellərdə bəylər gəlirdilər, bəylər otururdular. Məsələn, ailələrin başları deyək. Gəlirdə otururdular, onlar məclisin adını deyək, şölən məclisi, onlar təsmin tuturdular, neyniyək, məsələn. Ya xaqanlıqlarda dedik ki, gəlirdilər, otururdular, xanlar yığışırdılar, gəlirdilər, otururlar məclislərin konuşulma mövzularına. Mövzu nədir? Məsələn, Osmanlı ilə, diqqət buyurun, çox önəmlidir. Osmanlı ilə Azərbaycan türklərinin din məsələsini çözmək. Nadirin bəhsinin biri buydu. Bu düşmənçiliği aradan qaldırmaq. Bu mövzu orada bəhs olacaq. Biri də Nadirin özü şah olmaqdır məsələn. Bu bəhs olacaq. Bu bəhs, bu mövzuların hər biri nə deyirlər ki, bir şöləni, 2 şöləni, 10 şölənimiz var. Üzr istəyirəm, 10 çinkaşımız var. Çinkaş da adı. Çənkaş farsca olubdu. Yəni fars tələffüzüdür. Ehtimalən bu türkcədir, kamil. Çünki türkcədən getmiş olub, türkcədə bir məclisin farsı desəm nə deyəcəm, mövzuat mورد təvəccüh ya mورد بررسی məclis. Buna deyirmişlər çinkaş. Farsiyə gedib olub çənkaş. El mi yaman, bəy mi yaman? Bir dənə sual soruşur. El mi yaman, bəy mi yaman? Yaman, yəni iki mənası var bizim Güney Azərbaycanda yamanın. Bir mənası pisdir, pis anlamındadır, pis adam filan. Bir mənası güclü, zorlu, ağıllı yamanın. Filan kəs çox yamandır, yəni çox savaşçıldır məsələn. Filan kəsin ağlı yaman kəsir, yəni çox bərk. Yaman bu iki anlamda heç olmasa mənim zehnimə gələn indi ikidir. El mi yaman, bəy mi yaman? İki şey soruşur, bir dənə sual soruşur. El mi yaman, bəy mi yaman? İndi görək ki, bunlara cavab nə verəcək? Geçdik 92-ci səhifənin əvvəlinə. Atasözü, o el mi yaman, bəy mi yaman atasözü əcəmənliyin haqqın xaqanda olmayıb elde olduğunu göstərir. Deyir ki, o el mi yaman, bəy mi yaman? Deyir ki, o atasözüdür. Əgəmənliyin, müdiriyyətin ya emal qudrətin
xaqanda olmayıb elde olduğunu göstərir. Deyir ki, o xaqanın əlində, şahlar şahının, xanlar xanının əlində deyil. Bəlkə millətin əlindədir, elin əlindədir. Buradan bilirik ki, bizdə millət var. Çünki deyir, xaqanda güc yoxdur, güc millətdədir. Millət xaqana gücü təfviz elir, seçir. Seçəndən sonra onun ölüncən ya bir neçə il gücü olur. Mən bir dəqiqə bunu ehtimalən duracaq. Tamam dostlar. Çox üzr istəyirəm. Pəs türklərdə dedim nadir də bununla belə ki böyük savaşlar eləyibdi, gəlibdi, alıbdı, yığıbdı Moğan çölünə tamam xanları, türk xanların gözləyir oradan gəlsinlər. Gəliblər, oturublar məclisdə və orada Çinkaş nədir? Çinkaş, indi bu Çinkaş dostlardan ki dilçilər aça bilərlər ki mənası nəymiş, çünki iki kəlməyə bənzir, bir-birinə yapışdırıblar. Amma görək ki nə mənədir? Çənkaşın özünün də mənası axtarmaq mənasındadır, farscadır. Amma bizdə görək ki, nədir mən heç bilmirəm. Fəqət bildik ki, nədir? Bu kəlmənin addır. Addır. Bir şey, bir dana mövzu ki, bir məclisdə bərləsi olunacaq, ona deyirlər Çinkaş. İndi, o Çinkaşlardan biri budur ki, xaqanı seçələr. Millət xaqanı seçir, xaqana əcəmənli haqqı verir. Yəni, bu haqqı verir ki, emali qudrət eləsin. Qanunu icra eləsin, qanun qoysun, qanunu qabaq avarsın, sülh eləsin, savaşsın. Və millətin arasında olan ixtilafları törə üzərinə tarixdən gəlibdir, onun üzü ilə həlli fəsl eləsin. İndi diqqət buyurun, törə nədir? Törə yazılmamış qanunlardır. Bəzi məmləkətlərdə qanunlar, xüsusən qanun əsası, ana qanun, ana yasa yazılır. O cümlədən icra olunmur. İran. Qanun yazılır və icra olunur. Amma bəzi məmləkətlərdə ana yasa yazılmır, amma icra olur. İngilistan. İngilistanda qanuni əsası yoxdur əslində. Yazılmayıbdır. Siz institution görməzsiniz orada. Institution bu mənada ki, constitution, özür istəyirəm. Constitution bu mənada ki, bir dənə qanuni əsası məşrutə kimi qanun əsası, ya İranın qanun əsası yazıla, 150, 200, 300 bəndi ola, onun üzü ilə dövlət deyə ki, mənim vəzifələrim budur, qudrətim budur, bunlar maliyyat bücür olacaq falan, bunlar yoxlarıdır. İngilistanda nədir? İngilistanda törədir. Keçən 900 ildə ya Cromwell'dən bu günə, neçə yüz il olur olsun, Cromwell'dən bu üzə millət ya qabaqdan öz aralarında bir qanunları icra ediblər. Bir qanun ki, bir dəfə icra oldu, o qanun hesab olur, gəlir. Bizdə də bu cür idi. Qanun yazılmamışdı. Amma qanun camiədə hamı bilirdi ki, filan şey olsa filan hökmü budur. Da bunu şah değişə bilməzdi. Törə buydu ki, şah öldü, gərək tamam türk xanları yığışalar, bir nəfəri seçələr, orada da neçə nəfər özün deyər ki, mən istəyirəm xan olam, ya da ayrı adamlar deyərlər, filan kəs biz istəyirik xan seçək, namizəd elərlər, bunları o işə nişanlarlar deyək, elə ki nişanlandı, ondan sonra bu namizəd farsda da istədim buna şey eləyəm, namizəd tərcümə elədim əslində, bilmirəm ki, bu olar ya yox. Belə deyə yox. Hər halda onu qoyarlar orada, məsələn 3 nəfər, 5 nəfər orada adam olar, hər kəs çox rəy gətirsə, Çinkaşda, Çinkaş xaqan seçməkdir. Xaqanı seçərlər, məsələn deyək, məsələn, xanın 5 oğlu var, 5-i də istəyir ola, 2 qardaşı var, onlar da istəyir ola, 4-5 nəfərdə ayrı xan var, deyirlər, bizdə güclülük istəyir olaq. Bunların içindən hər kəsi seçsələr, o xaqan olar və ondan sonra onun əmri mütaadi, o da qanunlardan keçə bilməz. O qanunlar ki,
tarix boyu türk elində keçibdi, onu sındıra bilməz. Buna dedik da, İngilistanda bizə bunun mədrəsələrdə də İranda oxuyanda bizə deyiblər ki, qanun nanevişti, qanun əsası nanevişti ki, rəsm rüsumdan tapır. Bizdə də, türkçədə bu var idi. Çünki xaqanı seçən və iqtidardan düşürən qurultay idi. Diqqət buyurun, bir dana bir söz dedi. Dedi ki, xaqanı seçən də qurultaydı, iqtidardan. İqtidar ərəbcə sözdür, yəni gücdən. Alan da qurultaydı. Qurultay eləyə bilər, otura deyə ki, bu xaqanı biz qəbul eləmirik. Buna qurultaydı. Mənim tarixə görə, qurultay tarixinə görə çox məlumatım yoxdur. Dostlardan biri Oğuz bəy Türk danışırdıq. Deyirdi ki, bir neçə dəfə kərə türklərin xaqanı xanım olubdu. Şahın xanımı yox ha. Bacısı olub ya bir ayrı xanım olubdu. Güclü bir xanım gəlibdi. Xaqan seçilibdi Çinkaşda. Məclisdə. Savaş və barış elanı kimi önəmli işlər qurultayın qərarı ilə olurdu. İki dana işi dedi ki, beləsi önəmli işlər savaş və sülh, barış. Savaş türkçədir. Su sözündən gəlir zahirən. Su sözü sorular mənasını dəyişdiribdir. Gəlibdir, olubdur bu şey ki, içirik, ona deyirik su. Qabaqcan su savaşa deyilərmiş. Savaş da özü su kəlməsindəndir. Görürsünüz, su. Bir dana əlif əvvəlinəcə, bir dana axirinə olubdur savaş. Subaşı seriallarda da o dizilərdə, Türkiyənin dizilərində də görərsiniz subaşı falan. Subay. Türkiyədə yenə seriallara baxsınız, görərsiniz ki, adamlar, olar ki, dərəcələr var. Bir dərəcəsi də subaydır, yəni savaşçı. Qurultayın qərarı ilə olurdu. Toz da, duman da, fərman oxunmaz atasözü. Kriz anlarında duruma xalqın əgəmən olduğunu göstərir. Tozda dumanda fərman oxunmaz atasözü. Tozda duman nə mənədir? Duman bilirsiniz, bizdə duman, siskin duman, yağışdan qabaq, yağışdan sonra mümkündür ki, hava gələr oturar, göz-gözü görməz. Buna duman deyərik. Türkiyədə tüstüyə də duman deyirlər. Məsələn, bir yer ot tutubdur, göz-gözü görmür. Ona da duman deyirlər. Məsələn, qəfəxanada qəlyan çəkiblər, ya siqara çəkiblər, hava dolubdur, göz-gözü, ona deyirlər duman. Tozluğa da deyirlər bəzən duman, amma biz toz deyirik. İndi burada tozda, dumanda fərman oxunmaz. Yəni, fərman muta deyil. Xanın fərmanı muta deyil. Niyə? Çünki bilmirsiniz kim fərman verir xanın adına, kim xanın səsini çıxadır. Bu, bunu göstərir ki, biz hər aldıq əmiri qəbul eləyənmək gərək, görək, tanıyaq. Tanımadıq adamın fərmanını götürməliyik. İndi, məsələn, fikir eləyin ki, dostlar, bir iddə adamlar gəliblər, qondarma adından ki, bəlli deyir bu kimdir, əksi də yoxdur. Məsələn, otururlar milli hərəkəti tənqid edirlər. Sən kimsən? Sən əvvəl gərək adını ola, şinasnamən ola, gücün ola, görək sən kimsən, hardan gəlmirsən, keçəcəğin nədir, savadın nədir, düşüncən nədir, sonra ya milli sən hərəkəti nəqd eləyəsən. Dünən yuxudan durmursan, bilmir, nə keçəcəkdən xəbərin var, nə indidən xəbərin var, durmursan, oturdan nəqd eləyirsən. Ondan sonra da dünən də dedim, nəyi nəqd eləyirsən? Milli hərəkət dediğim, siz o şeyi nəqd eləyə bilərsiniz, məni nəqd eləyə bilərsiniz. Deyəsən, insaf əli hidayət, bu sözləri, bu fikir düz deyil. Ya bu rəftarı düz deyil. Hətta rəftarı da nəqd eləyə bilərsiniz. Çünki məsələn, məndən bir intizarın vardı, deyirsən, bu intizar düz deyil. Milli hərəkətə yaraşmır məsələn.
Amma milli hərəkət dediyin hizbidir, cəmiyyətdir, nədir? Nəqd eləyəsən. Bunun üçün dostlar, nəqdidə müşəxəs adamı, müşəxəs hizbi, müşəxəs cərəyanı nəqd edir. Yoxsa məsələn milli hərəkət dediğiniz yüzlər teyif idi. Kriz anlarında duruma xalqın əgəmən olduğunu göstərir. Deyir bu ki dedi, bu məsəl ki vurdu ha dedi ki, tozda dumanda fərman oxunmaz. Deyir bu söz, ata sözü kriz bohran, fars ərəbcə bohran. Farsca yoxdur. Bohranın müqabili yoxdur farscada. Türkçədə kriz deyilir buna. Kriz anlarda, yəni çətin bir zamanlarda duruma xalqın əgəmən olduğunu göstərir. Bu söz göstərir ki, bu çətin anlarda sülh, savaş, bunlarda xalqın, elin əgəmənliyi var. Yəni haqqı müdiriyyət elinəndir. Dedik sülhlə savaş o cümlələrdəndir. Köç də o cümlələrdəndir. Mən fikir edirəm ki, köç də o cümlələrdəndir. Əski türklərdə eşitlikdə çox güclü bir biçimdə yerləşmişdir. Deyir ki, geçmiş zamanlarda türklərdə, tarixdə bir yaxçı bunların bir törə gəlmişdi. Sən xansan, 10.000 nəfər adamın var, mən xanam 50 nəfər adamın var. İkimiz də xanıq, ikimiz də bir güclüyük. Savaş eləsək bəlkə sənin 10.000 nəfəri, mənim 50 nəfərimi öldürər. Amma adam hesabı olaraq, haqq hesabı olaraq, söz haqqı olaraq mənim o qədər gücüm var ki, sənin gücün var. Çox gözəl bir rəsm imiş. Əski türklərdə eşitlik bərabərlik çox güclü bir biçimdə yerləşmişdir. Yəni çox güclü vəziyyətdə oturmuşdur yerinə, yerləşmişdir. Yəni insanların fikrinə, davranışına, sözlərinə, fikir anlamında dedim bir şey yoxdur. Bəlkə çox biz sözdür burada. O şey ki deyir o fikir, o sözdür, sözlərdir ki orada qurcalanırlar. Xarəzmidəki təkə türkəmənlərin də nə əsir, nə də xidmətçisi vardır. Xarəzmidəki təkə türkəmənlərin də nə əsir, nə də xidmətçisi vardır. Misaldır ehtimalən yenə. Xarəzm bilirik, orada şüpürdür. Orada bir təkə varmış. Türkəmənlərin də nə əsir, nə də xidmətçisi var. Bu görək nə deyəcək bundan. Hər kəs evinə aid işləri özü görür. Deyir ki, pəs Xarəzmdəki təkə. Bilmirəm, burada təkə tikkə anlamındadır, təkkə anlamındadır. Yəni, təkkə dedik bir müqəddəs bir yerdir ki, orada insanlar otururlar, Allahdan danışırlar, dua, ibadət edirlər. Bu cür bir şeylər, nəzr-ı niyaz. Əcəba, onlar da deyir ki, orada türkəmənlərində, ya Xarəzmdəki təkə türkəmənlərində bir boyun adıdır. Nə əsir olar onlarda, nə də xidmətçi. Mənim nəzərimə bura gəlir. Təkə bir boy olacaqdır. Türklərin bir tayfa, eli olacaqdır. O eldə, yəni bir millətdir. O eldə əsir də saxlamazlar, xidmətçi də saxlamazlar. Hər kəsən öz işin görər. Hər kəs evinə aid işləri özü görür. Hər kəs öz evinin işini özü görür. Verməz əsiri olsun. Gör, bunun nə gözəl şeymiş. Sonralar dəyişir, birisi ellərdə dəyişir əlbəttə. Əsir tutub saxlamazmışlar ki, biz bunu işlədək, alaq sataq. Çox ali bir insaniyyətin yuxarı dərəcəsiymiş. Mən İslamla müqayisə edəndə görürəm, İslam əsri qəbul edir. Əsrin alıb satımını qəbul edir. Bu törəni İslamla müqayisə edəndə görürəm ki, İslamdan çox qabaqmış türklər.
Heç olmasa bir bölümü. Türk millətinin bir bölümü, bir qolu İslamdan çox qabağa imiş. Bəlkə o birisi qolları alırmışlar, satırmışlar, əsir tuturmuşlar. Bunları görürük tarixdə varmış. Hər kəs evinə aid işləri özü görür. Hər el bir-birinə eşit fərdilərdən təşkil tapır. Hər el, hər millət bir-birinə eşit bireylərdən təşkil tapır. Birey yəni fərd, eşit bərabər. Eşit arvadlar və kişilər. Hamısı fərq eləməz ki, bu xandır, bu ərbabdır, bu rəiyyətdir. Fərqi yoxdur. Hamısı, yəni hamısı bərabər haqqılar var. Eşit fərdilərdən təşkil tapırlar. Amma o zaman ki, gücü verdilər birinə, o təbii ki, ondan fərman aparacaqlar. Əski türklərdə bir el digər elləri öz yönətimi altına aldığı zaman onların politik örgütünü pozmazdı. Deyir ki, əski türklərdə, qədim türklərdə bir el, bir ayrı eli məğlub eləsəydi, türk ola ya qeyri-türk ola, bir el digər elləri öz yönətimi altına alsaydı, ya aldığı zaman, yəni öz müdiriyyət gücü altına aldığı zaman, yönetim dedik bu da, yönetimi altına aldığı zaman onların politik örgütünü pozmazdı. Örgüt dedik sazman, təşkilat, qurum. Qurum əlbəttə həm qanunlara deyilir, dedik örfü ola bilər. İranda ki, ürfü deyilir, qanuni ürfü, əslində mənasını bilmirlər. Ürfün mənası budur ki, tarixdə inkişaf tapıbdır, millət bunu icra eləyibdir, haqqa çevrilibdir. Məsələn, mən neçə gündə fikirləşirəm ki, otobanda deyir ki, qanun 100. İnsanlar burada 120 ilə gedirlər. Polis bunlardan hər 10.000 nəfərdən bir danasını cərim edir. Zülmüdür burada. Çünki burada ürf olubdur ki, burada hamı 120 ilə geçsin. Qanunu gərək değiştirərlər bundan. Çünki ürf budur. O qanun düz deyil məncə. Çünki bir qanun gərək millətin iradəsin səmbol eləyir. O zaman ki, millət belə yaşır, bu otobanda 120 ilə gedir. Bu otobanın qanunu 120 olmalıdır. Onların politik dedik siyasət, politik örgütünü, təşkilatını pozmazdı, aradan aparmazdı. Bağlı olan elin əski yöneticisi Yabğu, yəni Məlik adıyla əski yerini qorurdu. İndi bu el ki məğlub oldu, şikəst yedi, gəldi bizim elimizin qolunun kölgəsinin altına, qanunun altına, bizim yönetimimiz altına geçdi, bizim əmrimizi qəbul eləyəcək. Amma biz onların təşkilatın bir-birinə vurmuruq. İndi nə olar? Bağlı olan el, o el ki indi bizə bağlı oldu, əski yöneticisi Yabğu, ona Yabğı deyərdilər. Onun qabaqçı xanı var idi, yox məsələn, ya şahı var idi. İndi biz oranın torpağını aldıq, onlar bizim yönetimimizi qəbul elədilər. İndi onların sistem siyasilərini silmirik, aradan aparmırıq. Deyirik ki, biz o şaha daha şah demirik, deyirik Yabğı. Yabğı, yəni məlik. Ərəbcəsi məlikdir. Mən ittifaqən dünənləri bir serialın bir tikəsinin bir fars bizim ziddimizə göndərmişdi. Gözəl idi. Sultan Süleymana Şah İsmail'in ya Şah Səfinin bilmirəm hangisinin kağazı gedibdi. Orada özün adı ilə Süleyman Şahı şahlıqla Allahın yer üzündəki nümayəndəsi ilə deyir. Buradan bu anlanır ki, niyə çaldırandan sonra 100 neçə il ya 200 neçə il Osmanlı ilə Səfəvi arasında savaş çıxmır. Çünki Səfəvi Osmanlının əgəmənliyin, hakimiyyətin qəbul edir. Hakimiyyəti içində, Osmanlının toprakları içində neçə şahlıq var, biri də bu olur. İranlılar bunu bizə tərsinə deyiblər.
İndi buna yabğı deyirmişlər. Yəni məsələn Səfəvi olurmuş yabğı, yəni Məlik adıyla əski yerini qorurdu. Amma qabaqçı yerini saxlardı da, ona şah demirdilər. Ona Məlik deyirdilər. Xaqan bunun yanında şad yaxud şana, şahna, şanə ya şahnə adıyla bir komiser bulundururdu. Xaqan, məsələn, deyək ki, Qacar şahı, ya deyək ki, Sultan Süleyman, ya deyək ki, hər hansı bir xaqan, xanlar xanı, şahlar şahı. Bunun yanında, yəni o adam ki məğlub olub indi istir qala, şah qala, onun yanında bir adam qoyardı. Öz tərəfindən. Ki bunun dəsturlarını versin və ona diqqət eləsin ki, o şahın dəsturlarını icra edir. Bunun yanında şad, adı şad olardı. Baxın, şad kəlməsi buradan gələcəkdir. Farslar şadı buradan götürüblər. Bu bir dənə addır, bir dənə postu, siyasi posta. Biz bir dövləti işğal elədik, onun şahı qalır, şahın deyirik, aradan aparmırıq, deyirik, sən qal şahlığı verə, amma sənin adın bundan bizə yabğıdır. Yabğı dediyimiz adam adı, bu bir siyasi ad oldu da indi. Elə bir vilayət fəqih məsələn. Bir dənə addır da, siyasi bir addır. Bu da bir ad olur. Sonra onun yanında bir adam qoyuruq ki, həm onun işlərinə diqqət eləsin ki, həm də bizim dəsturumuzu ona gəlir, o verir ona. Buna da deyirlər şad, ya da nə deyirlər? Şana. Ki buna deyiblər şahna da deyiblər. Şahna. Şahna nədir? Bu dostumuz özü mütərcim bunu çevirən yazıbdır. Şanə ya şahnə. Məncə şahın elə şah sözü buradan gəlir. Şah sözü, şad sözü gəlib olub şah, buradan gəlir pəs. Adıyla bir komiser bulunurdu. Yəni bu adda da bir nəfər onun yanında qoyarlar ki, o məğlub millətin şahı onun yanında qalsın. Onun da adına burada komiser deyir. Komiser nə demək olacaq? İndi bu da bir məsələdir. Bir kamunun üzvü. Kamu da bir cəmiyyətin üzvü. Komisyon da ki İranda deyirlər, məclisdə olur. Onun üzvləri də komiser olur əslində. Çünki komisyondur, adamlarda üzvü komiser olacaqdır. Bir dənə komiser vardı ki, polisdə gedər şeylər, təhqiqat elər. O da komiserdir. O da o community'sinin, polis community'sinin mütəxəssisidir. Yenə bir üzvüdür, gedir orada təhqiq edir. Bir xaqan da digər xaqanları yerlərində bıraxırdı. Bir xaqan o birisi xaqanları hər kəsini öz yerinə qoyardı. Bıraxırdı, yəni qoyardı yerlərinə. Yalnız özü Elxan adıyla bunların başbuğu olurdu. Amma o xaqan yəni o digər xanları yerlərinə qoyandan sonra xaqanları yalnız özü Elxanı ad tapardı, millət xanı. Elxan deyə ona, ya xaqanlar xaqanı deyə adıyla bunların başbuğu, başbuğ bir postdur. Siyasi postdur. Məsələn, indi Türkiyədə bir nəfərin adı əcəb bilmirəm, kimdə adı başbuğdur. Başbuğ bir siyasi addır. Yəni, iki şey insanda çox mühüm idi. Biri başdır, buradan üstə. Bu da ki, bilirsiniz da, tarixdə çox bir kişilik əlaməti imiş, nə mənə əlaməti imiş, hər şey əlaməti imiş. Bundan da bir dana çəkib qoyarmışlar, bəzi işlər görərmişlər zamin olaraq, çünki çox mühüm imiş. Başbuğ da bunların, yəni, insanın, onların ən önəmli şəxsiyyəti. Başbuğ. Zaten el kəlməsinin əsl anlamı barış deməkdir. İndi elin öz mənası nədir? El. Biz dedik millətimizə el deyirik. Millətə el deyirik Türkçə. Amma elin özünün mənası nədir? Kəlmə olaraq deyir ki, barışdır adı. Elci
barışçı anlamındadır. Elçi də ki, deyərik, ha, filan ki, elçi getdi. Səfirlərə də elçi deyirik da biz. Diqqət buyurun, səfirə, türkcə səfir demirik, elçi deyirik. Baş elçi, böyük elçi, elçilik. Bu da yəni, o nə mənə? Sülh mərkəzi, sülhüçü. Məsələn, Böyük Xaqan, Kərimxan deyirəm, Nadir Şah elçi göndərir ora, sülh, yəni Osmanlıya, sülhüçü. Elin simgəsi olan gök tanrı, barış tanrısıdır. Yenə getdi Usturiya. Elin simgəsi, simgə sembol. O şey ki bizə ona baxarıq, deyərik ki bu dedik ki Allahın qədim Quranda budur. Allahın simgəsi yer üzündə botlar idi. Buna deyirik simgə. İndi elin simgəsi olan gök tanrı. Gök tanrı elin simgəsidir. Baxın diqqət buyurun. Tərsə düşünmüşük biz. Biz deyirik da ki insanlar Allahın simgəsidir yer üzündə. Burada tərsinə deyir. Deyir ki Allah insanların, elin simgəsidir göydə. Çox acib mənadır. Şayət bu cəhətdən ki, deyir biz Allahı yaradırıq. Allah bizi yaratmış. Şayət. Mən bir dəqiq bilmirəm. Elin simgəsi olan gök tanrı barış tanrısıdır. O Allah barış Allahıdır. Savaş Allahı deyil. Şeydə də bu cürdür. Yunanda da bu cürdür. Yunanda da savaş Allahı Merrixdir məsələn. Elxan barış dininin yayıcısıdır. Elxan yəni xanlar xanı ya xaqanlar xaqanı, xaqan. O xaqan barış Allahının nə idi? Yeryüzündə yayıcısıdır. Onun dinin yayar. Türk elxanları bütün Türk ellərini barışa çağırırdılar. Elxanlar, yəni tamam millətin bir xanı var dedik yap başda. O Türk millətinin hamısını barışa çağırardılar. Heç olmasa öz aralarında barış olsun. Bütün xaqanlara oğlum deyə xitab edərdilər. Xaqanlar xaqanı ya dedik ki adı nə idi? Başbuq, ya dedik adı nə idi? Elxan, ya dedik adı nə idi? Xaqanlar xaqanı. Bu nə idi? Deyir ki bu tamam adamlara özündən eşarlaşla oğlum deyə xitab elərdi. Yəni onları oğlu kimi görərdi. Hamını. Erkəkləri, ehtimalən xanımların da hamısına qızım deyə. Əgər yaşları özündən yek olsaydı, bəlkə anam deyə xitab edərdi. Türklərin bütün savaşları sürəkli və geniş bir barış alanı qurmaq üçündür. Deyir ki, Türklərin bütün savaşı bundan ötürü ki, sülh quralar. Türklərin bütün savaşları, tamam ərəbcədir, onun yerinə bütün. Sürəkli, yəni sürətli, tez və geniş, çox geniş bir barış alanı qurmaq üçündür. Barış meydanı düzəltmək. Bir barış düzəltmək üçün deyir savaşardılar. Savaşı tez qutaralar. Ki, barış olsun. Barış üçün deyir savaşardılar. Düşmənçilik aradan geçsin. Bunun bir anlamı da budur ki, ta savaşa məcbur olmasaydılar, məcbur qalmasaydılar, savaşmazdılar. Yəni, ərəbcə dili ibtidabi sakin. Heçdən duraq həmlə eləyək tərəfə yox idi. Məcbur qalmasaydılar, difa halına düşərdilər, difada məcbur olardılar, savaşardılar. Bütün elxanlıq dövrlərində Mançuriyadan Macaristana qədər bütün Turan qitəsi olduqca mutlu bir barış və güvənlilik həyatı yaşamışdır. Deyir, bir dövr var idi, elxanlıq dövrlərində
Elxanlıq bir dövrü imiş tarixdə. Türklərin elxanlığı. Sonra da bəyliklər deyiblər, bəyliklər zadlar olubdu. Deyir ki, Mançuriyadan, Mançuri fikir edirəm Çindədir. Mançuriyadan başlayır ta Məcaristana qədər Avropada, Honların yerinə qədər. Bütün Turan qətəsi, bunun adını hamıza Turan deyirmişlər. Turan qətəsi olduqca mutlu, şad, farsca, ki dedik, ehtimalən Türkçədən getmədi şad sözü. Mutlu onun yerinədir. Xoş, şad. Bir barış və güvənlik. Barış, sülh, güvənlik yəni əmniyyət. Güvənlik, əmniyyət həyatı yaşamışdır. Deyir, bir dövrü bunlar xaqanlıq dövründə bunlar bir güvənlik, əmniyyət və şadlıq dövrəsi yaşamışdır. Mutluluqdan bir anlamda gəlir. Mutluluq rifahla bərabər olmalıdır. Rifah olmasa insan mutlu olamaz. Ona görə deyirəm. Rifah da iqtisada bağlıdır. Türk elxanları imperialist də deyildilər. Türk elxanları, bir xaqan dedik, həman elxandır. Türk xaqanları imperialist deyildilər. İmperialist nə deməkdir? İmperialist budur ki, gedirsiniz bir ayrı toprağı zorla alırsınız. İptidabi sakin savaş başlayırsınız. Yəni onlar sizlə savaşmır. Siz onların üstünə hücum edirsiniz, onları qətliam edirsiniz, onları öldürürsünüz, onların dilin, törələrin, qanunların, dinlərin qədəğən edirsiniz, özünüzün üçün onlara təhmil edirsiniz. Sonra da onları işlədirsiniz, bərdə kimi nə mənə onların yeraltı qaynaqları var, ya pulları, sərvətləri var, onları da alırsınız, getirirsiniz. Elxanlar imperialist deyildilər. Çünki yalnız Türk ellərini birləşdirməyə yetinirdilər. Deyir ki, çünki bunlar istəyir fəqət Türk elləri birləşsinlər. Yalnız təhcə Türk ellərini birləşdirməyə yetinirlər. Yəni, çalışırlar. Başqa millətlərin ölkələrini fəthə çalışmırdılar. Deyir, o birisi millətlər ki, Türk deyilsə, onların işləri yox idi. Sadəcə istəyirlər ki, Türklər birləşsinlər. Honların ilk ilxanı Metənin Çin dövləti 2 dəfə əlinə keçdiyi halda imperatorluğu qəbuldan qaçınması bu iddiamıza bir dəlildir. Deyir, bu iddia ki, biz elədik, Türklər o birisi millətlərindən savaşmazdılar, öz aralarında birlik və rifah, əmniyyəti salmağa çalışırdılar. Buna bir misal, Honların ilk xanı, birinci elxanı, millətin, xaqanların xanı, Honlarınki, Hon türklər deyək beləsi. Hon türklərin birinci padişahı adı Mete idi. Metənin Çin dövləti 2 dəfə əlinə düşdü. Savaşıbdı 2 dəfə Çin dövləti 2 dəfə əlinə geçdiyi halda, o halda ki 2 dəfə bunun əlinə geçmişdi, imperatorluğu qəbuldan qaçınması bu iddiamıza bir dəlildir. Deyir ki, onun imperatorluğu hələ halda, onu deyir, qəbuldan qaçınması bir iddiamız. Deyir ki, onu hər halda, mən burada qəbuldan kəlməsini baş tapmadım, nədir? Yəni, onu qəbul edir. Beləsi deyək ki, o, Çinin imperatorluğunu qəbul edir. Bu iddiamıza, üstəki iddiamıza bir şeydir. Barış əxlaqını Atillada belə görürük. Deyir ki, hətta Attila ki vardı, Avropalılar deyirlər, çox qan tökəndi, o da türkdür. Deyir, hətta barış əxlaqını onda da görürük. Nə cür? Atillaya ən üstün olduğu savaşlar sırasında hər nə zaman barış təklif edilmişsə, dərhal təklifi qəbul etmişdir. Deyir ki, o qədər bu adam barışçı idi, əlbəttə stratejisi buydu. Hər zaman buna desəydilər, sülh adı gələndə savaşı dayandırardı. Attila əxlaqı da belə görürük. Barışı onda görürük. Attilaya ən üstün olduğu zaman, o zaman ki, hətta ən güclü vəziyyətdədir, tərəfi şikəst vermək halındadır. Savaşlar sırasında, o cür savaşlar sırasında belə nə zaman barış təklif edilmişsə, hər zaman buna demişlər, barış olsun. Demiş ki, mən olsun, indi güclü haldayım, öldürüm, qırım geçsin, torpağı alım. Yox, deyibdir ki,
təşrifi qəbul etmişdir, yəni sülhü qəbul etmişdir. Dünyanın ən demokrat qovmu əski türklər olduğu kimi ən feminist toplum da yenə əski türklərdir. Deyir ki, dünyanın ən demokratik, çünki seçim sistemi və danışmaq sistemi və əzl sistemi. Dedim geçən dəfə ki, demokrasi bu deyil ki, seçəsən. Demokrasi budur ki, eləyə biləsən, əzl də eləyəsən. İndi deyir, türklərdə bu olduğu üçün ən demokratik məmləkət, demokratik qovmu əski türklərdir. Dünyada insanları qovm hesablar. Tamam, hərəsi bir qovmdur insanlar. Deyir ki, türk qovmu ən demokratik qovm olduğu kimi ən feminist. Feminist yəni qadıncı, qadın haqlarından müdafiə eləyən, yəni deməyək müdafiə eləyən, qadın haqların rəsmiyyətə tanıyan, beləsi deyək. Feminist müdafiəçi deyil. Feminist haqları, haqq sahibidir. Qadınlar iş haqq sahibilər, o toplumda yenə əski türklər idilər. Zaten feminizm demokrasinin, yəni eşitliyin qadınlara aid bir yansımasından ibarətdir. Deyir, zaten əslində feminizm nə deməkdir? Mənasını deyir. Deyir, demokrasinin, deyir ki, feminizm demokrasinin malıdır. Demokrasidə feministlik olar. Demokrasi olmasa feminizmin mənası yoxdur. İranda feminizm olmaz. Çünki orada din var. Və din də ziddi xanımdır. İndi deyir ki, feminizm demokrasinin, yəni eşitliyin. Demokrasi nə deməkdir? Dedik ki, Türk şeyində insanların hamısı arvad, kişi bərabər idilər. Bərabər haqları var idi. Deyir ki, demokrasi yəni eşitliyin də qadınlara aid bir yansımasından ibarətdir. Demokrasi də qadınlara aid, qadınların haqların, aid demək yəni nə mənə? Yəni onlarınçı, beləsi deyək. Xanımların haqqları. Bunu rəsmiyyətə tanıyan sistem nə mənədir? Demokrasidir. Deyir ki, bu da yansımasından ibarətdir. Yəni, onu görsədir. Yansımaq dedik, təqlid eləmək. Təqlid eləməkdir, yəni vermək də əslində, beləsi deyək. Əski türklərin bu əsərdəmini, bu ərdəmini ailə əxlaqı bölümündə görəcəyik. Deyir ki, ərdəm dedik nə mənə? Əxlaq. Əxlaq ərəbcə sözdür, farsça müadili yoxdur. Olsa da mən bilmirəm. Amma deyir ki, əski türklərin bu ərdəmini, bu əxlaqını ki, xanımların aynı kişilərcə haqqı vardı və xanım haqları var, kişi haqqı yox. Axı, bəzən deyirlər ki, xanımların haqqı var, xanımların kişi haqqı var İranda. Yəni, bəzi haqlar ki, kişilərindir, xanımlara verilir. O halda ki, xanımlar haqları xanım haqqı olmaqdır. Deyir ki, bu ərdəmini, yəni bu əxlaqını ailə əxlaqı bəhs eləyəndə bölümündə görəcəyik. Orxun kitabəsində, Orxun bir ehtimalən yazıdır. Kitabə olur divarda yazılan fikirlə, belə bir şey. Orxun kitabəsində, hər halda Orxun yazılarında Türk xaqanı belə deyir. Türk xaqanı, Türklərin padişahı, şahənşahı belə deyir. Türk tanrısı, Türk milləti yox olmasın deyə atalarımı göndərdi və məni göndərdi. Mən xaqan olunca gündüz oturmadım, gecə uymadım. Türk milləti acıdı, doyurdum, çıplaqdı, giydirdim, fəqir idi, zəngin etdim. Diqqət buyurun. Deyir ki, Türk Allahı, Türk tanrısı, diqqət buyurun, bunlar Türk tanrısına mötəqid etmişlər. Türk tanrısı, Türk milləti yox olmasın deyə, buna görə ki, Türk milləti yox olmasın, yəni onu yox eləməsinlər, indi Güney Azərbaycanda bizim şey elirlər ha, yoxa aparırlar, onu deyir. Türk milləti yox olmasın deyə Allah atalarımı göndərdi və məni də göndərdi. Mən xaqan olunca, mən şahənşah olunca, padişah olunca